Mənzillərin qiymətləndirmə məsələsində problemlər meydana çıxır. Bu sözləri Milli Məclisin Komitə sədri Fazil Mustafa parlamentin bugün keçirilən plenar iclasında deyib. O qeyd edib ki, sahibkarlar 16 min mənzil sökürlər. 70 insanla razılaşırlar, bir ikisi ilə razılaşa bilmədikdə problem yaranır. Bu çox ciddi mübahisələr yaranır. Təbii ki, mülkiyyətçi kimi vətəndaş haqlıdır. Öz mülkiyyətini hər kəs istəyər ki, baha qiymətə satsın. Amma burada optimal qiymətləndirmə məsələsində mübahisələr çıxır. Burada nəyi təklifi səsləndirmək istəyirəm? Mütləq bizim məhkəmə praktikasında ya tövsiyə edici, ya plenum qərarı, ya hansısa bir formada bu tətbiq olunmalıdır ki, optimal qiymətlər müəyyən olunmalıdır. Yəni, nə qədər mənzilin kvadratından artıq mənzil verilməlidir və minimum nə qədər vəsait ödənməlidir ki, problem dərhal həll olunsun və tikinti başlasın. Gizirlərə, miçmanlara, zabitlərə və kursantlara intizam tənbihi qaydasında həbs cəzası tətbiqinə dair normalar ləğv olunur. Bu, silahlı qüvvələrin intizam nizamnaməsinin təsdiq edilməsi haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Kursantlara bir sıra normalar tətbiq ediləcək. Bundan başqa layihədə kursant hərbi rütbəsini əskər, matros hərbi rütbəsinə bərabər tutulması, normativ hüquqi aktlara nəzərdə tutulmuş hallarda kursant hərbi rütbəsində ehtiyata buraxılmış hərbi qulluqçuların ehtiyatda olma müddətinin qanunvericiliklə əskər və matroslar üçün müəyyən edilmiş ehtiyatda olmanın son yaş həddinə uyğun hesablanması, gizirlərə, miçmanlara, zabitlərə və kursantlara intizam tənbihi qaydasında həbs cəzasının tətbiq edilməsi barədə normalarda nəzərdə tutulur. Bakı, Sumqayıt, Şəki, Şirvan apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib. Müzakirələrdən sonra bununla bağlı qərar qəbul edilib. Plenar iclasda həmçinin enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında qanuna dəyişiklik 3-cü oxunuşda təsdiq edilib. Dəyişikliyə əsasən istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla dəyişən cərəyan dövriyyəsində işıqlandırma məqsədi ilə istifadə edilən elektrik közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan edilir. Hava gəmilərinin uçuşları üçün təhlükəli quşların kütləvi toplanmasına kömək edən obyektlər quranlar 10.000 manatadək cərimələnəcək. Bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Şəhla Poladova, Ruzana Kərimli, Vüsal Hüseynov, Xəzər xəbər.